İlham müəllim, sizi xoş gördük. Vətən uzaqda deyil proqramında sizinlə görüşmək, Almaniyada sizinlə görüşmək çox xoşdur. Özünüzü tamaşaçılara necə tanıdarsınız? Özünüz haqqında hansı sözləri ilk növbədə deyərsiniz? Mən sizə desəm ki, özünüzü tanıdın. Mən həyatımın əsas hissəsini, böyük hissəsini Avropada yaşamışam. Daha doğrusu Almaniyada və bütün bu illər ərzində, yəni 19 yaşından mən Alman təhsil sisteminin bir hissəsiyəm. Öz professional inkişafımla, elmi fəaliyyətimlə yanaşı həmişə biz Azərbaycana bağlılığımızı göstərmişik. Elə ilk ildən biz diaspora fəaliyyətinə qoşulmuşuq və uğurlar əldə etmişik. Təbii ki, indi diaspora fəaliyyəti ilə məşğul olmaq daha asandır. Nə üçün? Dövlətimiz tərəfindən çox böyük dəstək var. O zamanlar bu dəstək yox idi. Kifayət qədər çətin idi. Ancaq istək olduğuna görə o zamanlardan biz artıq Alman mediasında, aparıcı mediasında Azərbaycan siyasi reallıqlarını çox yüksək səviyyədə tanıda bilirdik. Daha indi son illər təbii ki, daha da uğurlu biz bu istiqamətdə fəaliyyət göstəririk. Bu nə deməkdir? Son 24 ili mən burada olsam da biz Azərbaycandan heç də aralı olmamışıq. Yəni gündəlik biz əlavədə olmuşuq. Bu öz vətənimizin tərənnümü sahəsində çalışmışıq və hər dəfə uğur əldə etdikcə daha da çox uğur əldə etmək istəmişik. Necə oldu ki, Almaniyaya gəlmək, Almaniya elminin bir parçası olmaq, bax bu qərarı verdiniz? Bizim İqtisad Universitetində təhsilin əsas sahələrindən biri, yəni siyasi iqtisad idi. Orada biz Alman iqtisadi düşüncələri, Alman fəlsəfəsi ilə çox məşğul olurduq. Bu, hələ Sovet vaxtının bir irsi idi bizə. Ona görə mən çox maraqlı idim Alman dilini öyrənməyi, Alman iqtisadi məktəbinin bir hissəsi olmaq istəyirdim. Ona görə mən stipendiya verdim və bir illik stipendiya qazandım. Alman deməli mübadilə deməli sistemi var. Bəli, mübadilə proqramının udumusunuz. Bəli. Ondan sonra burada universitetə yenidən başladım və tam təhsilimi bitirdikdən sonra hansı universitetdə? Almaniyanın ən böyük və reytinqli universitetlərindən biri Ruhr Universitetini bitirdim. Sonra həmin universitetdə deməli fərqlənmə ilə doktoranturanı bitirdim. Ondan sonra da yəni həmin universitetdə elmi fəaliyyəti davam elətdirirəm. Ancaq bu tək Almaniya deyil. Bizim yəni projelərimiz, mən 20-dən artıq elmi projeye rəhbərlik etmişəm son illərdə, son 10 ildə. Projelərimiz həm Afrika, həm Avropa, həm Mərkəzi Asiya və təbii ki, Azərbaycan üzərindən olan araşdırmalar. Almaniyadakı universitetlə bərabər dünyanın başqa universitetlərində də təhsil verirsiniz. Bunlar hansı universitetlərdir? Mən son 10 ildə Cənubi Afrikanın Cape Town Universitetində, Western Cape Universitetində dərs demişəm və davam edirəm bu dərsləri verməyə yay məktəbləri çərçivəsində. Bu bizim Afrika ilə əməkdaşlığımızın bir hissəsidir. Amma eyni zamanda nəyə qeyd etmək istəyirəm? Bu mənim prinsipial bir qərarım oldu. Cape Town Universitetində fəaliyyət göstərmək. Çünki Cape Town Cənubi Afrika tarixində üzdən İraq apartheid sisteminin çöküşündə böyük bir rol oynamışdı. Ona görə mən də o tarixdən təsirlənərək çox istəyirəm Cənubi Afrikanın Cape Town şəhərində dərs deyim və təbii ki, keyfiyyətli araşdırma ilə bağlı həmin şəhərin o atmosferası çox gözəldir. Yəni onlayn yox, özünüz gedirsiniz, dərs deyirsiniz. Hər il əsasən yanvar-fevral aylarında, orada yay olanda, şimalda isə qış olanda orada dərs veririk. Eyni zamanda İtaliyanın İqtisadi İnkişaf Mərkəzi var Neapol şəhərində. Həmin mərkəzin deməli direktor müaviniyəm və təbii ki, Azərbaycanda bizim çox ciddi araşdırmalarımız var. Son illərdə UNEC çox böyük addımlar atdı irəliyə və biz siz də onların bir parçasısınız. Cəlb olunduq və biz orada Avropa İqtisadiyyatı Mərkəzi var. Mən ictimai əsaslarla həmin mərkəzdə ondan artıq ölkənin alimi ilə birlikdə elmi fəaliyyət aparıram. Siz həm də dünyanın
nüfuzlu alimlərinin 1%-nin içərisinə daxil olan Azərbaycanlı alimlərdən birisiniz. Necə oldu ki, siz o 1%-in içinə girdiniz? Yəni bu 10% deyil, 20% deyil, 1% çox böyük göstəricidir. Burada çox böyük əhəmiyyət kəsb eləyir şəbəkələr. Yəni mən əgər yalnız çalışsaydım, bəlkə bu nəticə əldə olunmazdı. Ancaq biz söylədiyim kimi elmi projeləri, yəni həm də bizim projelər dünyanın aparıcı elmi təsisatları tərəfindən dəstəklənmişdi. Mən bunu dünyanın digər aparıcı alimləri ilə çalışıram. Onlarla bərabər çalışıram və birlikdə çalışmada çox böyük sinerji effektlər var. Yəni biz birlikdə çalışırıq, bir-birimizi daha da səfərbər edirik. Bu alimlər arasında Azərbaycanda olan alimlər də var, bizim mənim keçmiş kolleqalarım, hal-hazırda Azərbaycan Elmlər Akademiyasının aparıcı alimləri, onlar da orada iştirak edir və biz birlikdə çalışdığımız üçün bizim belə deyək, məhsuldarlığımız, bizim səmərəliliyimiz daha yüksək olur. Ona görə mən belə deyərdim, lap ilk illərdən, elmi fəaliyyətin ilk illərindən çalışmaq lazımdır. Bir, necə deyərlər, komanda olaraq çalışmaq, digərləri ilə çalışmaq və digərləri ilə çalışdıqda üstünlüklərdən biri də odur ki, biz digərlərindən öyrənirik. Öz zəif nöqtələrimizi tapırıq, digərlərinin güclü nöqtələrini görürük. Bölüşmə imkanı var. Bəli, bölüşürük. Yəni ideyaları bölüşdükcə onlar təbii ki, çoxalır. Sizin uğurlarınızı təsəvvür eləyək ki, gəlib bir mərtəbəyə çatmısınız və o uğurlarınızı biz pilləkənlərə bölək. O pilləkənləri necə çıxdınız? Nəyin ardınca nəyi qoymaq lazımdır ki, bir alim daha yuxarı, daha yüksək uğurlara gəlib çata bilsin? Mən Bakıda olduğum müddətdə bizim məktəbimiz çox yaxşı məktəb idi, Avropa liseyi. Yəni birinci yerə qoyuruq təhsili. Bəli, təhsili. Amma eyni zamanda mən sizə deyim, bizim Azərbaycan mədəniyyətinə baxdıqda, mən dünyanın çox ölkələrində olmuşam, çox alimlərlə əlaqədə olmuşam, digər ölkələrdə yaşamışam. Ancaq bizim Azərbaycan mədəniyyətinin, əgər biz Azərbaycan mədəniyyətinə doğrudan da, necə deyərlər, onun bir hissəsi isə, çox maarifçi bir komponent var. Yəni ikinci yerə qoyuruq bizi yetişdirən mühiti. Əgər siz məsələn, sizi yetişdirən mühiti. Əgər siz baxsaz bizim mədəniyyətdə elmə, biliyə olan münasibət, yəni bizim mədəniyyətimizdə, Azərbaycan mədəniyyətində bu elmə hörmət, sayğı çox böyükdür. Görürsünüz, dünyanın bütün ölkələrində Azərbaycan alimləri böyük uğurlar əldə edirlər. Ona görə hesab edirəm ki, əsas təməl budursa, digər addımlar da nədir? Digər addımlar sapmamaq, yəni bu elmi məqsədlərimiz varsa, uğursuzluq varsa, ruhdan düşməmək. Mübariz olmaq. Mübariz olmaq. Mübarizə davam edərsə, 1 il olmasın, 2 il olmasın, 3 il olmasın, nə vaxtsa da təbii ki, uğur əldə olunacaq. Təbii ki, maddi bazı olmadıqda bu mübarizəyə davam eləmək çətindir. Ancaq müəyyən maliyyə bazası varsa, çalışmaq lazımdır ki, maksimum dərəcədə biz o resurslardan istifadə edək ki, elmdə olmasa da digər sahədə uğur mütləq olacaq. Azərbaycanlı alimlərlə işbirliyiniz daha yaxşı tutur, yoxsa Avropa alimləri ilə? Mən belə deyim. Siz bayaq dediniz ki, kollektiv halda çalışmaq, birgə çalışmaq daha faydalıdır. Mən Azərbaycan alimləri ilə çalışdıqda məndə ancaq adamın ürəyi ancaq açılır. Ancaq irəliyə gedirik, daha səmərəli çalışırıq. Dünyanın digər ölkələrində olan alimlərlə də həmçinin, ancaq mən belə bir söz deyim, Azərbaycan alimləri ilə çalışdıqda bizim uğur göstəricilərimiz həmişə ən yüksək səviyyədə olur. Həmin uğur göstəriciləri mənim Cənubi Afrikanın, digər inkişaf etməkdə olan ölkələr, yəni Şimali Amerika, Avropa uğurla biz çalışırıq birlikdə. Ancaq həmişə Azərbaycanlı alimlərlə çalışdıqda çox böyük nəticələr əldə edirik. Nə üçün? Biz bir-birimizi yaxşı başa düşürük, tək o deyil. Çox məhsuldar, çox zəhmətsevər bir modusda çalışırıq. Bilmirəm nə əlaqədardır. Ancaq mən çox böyük nəticələr əldə eləmişəm. Həm bizim alimlərlə, həm qeyri-Azərbaycandan olan
bütün digər ölkələrdən olan alimlərlə. Burada ailə həyatı qurmusunuz, uşaqlarınız burada doğulub. Uşaqlarınızı necə böyüdürsünüz? Fikirləşirsiniz ki, onlar Avropalı olsalar da həm də Azərbaycanlı olmalıdırlar. Mənim üçün Azərbaycanlılıq, Azərbaycan dili və təbii ki, bizim dini mənsubiyyətimiz çox vacib rol oynayır. Çünki onların Avropa mühitində öz kimliklərini unutmamaları onlar üçün çox vacibdir. Nə üçün bizim prezidentimiz də Heydər Əliyevin o məşhur bir anı var. İnsanın qürur mənbəyidir, onun milli mənsubiyyəti. O mənbəyi itirməmək çox vacibdir. Çünki hər şey dəyişə bilər. Ancaq biz əgər öz milli mənsubiyyətimizi, dilimizi, dinimizi itirməmişiksə, eyni zamanda o bizim Azərbaycan bayrağında o bir rənglərdən biri müasirləşmək. Əgər müasirləşməyə doğru da qapılarımız açıqdırsa, bizim mədəniyyətimiz bu qapıları həmişə açıq saxlayır. Onda əsl uğur ola bilər. Ancaq əgər biz dilimizi, milli mənsubiyyətimizi itirsək, təbii ki, o uğurun mənim üçün ata kimi, o uğurun təbii ki, effekti daha az olar. Ona görə mən həzz alıram ki, mənim uşaqlarım Azərbaycan dili danışır. Təbii ki, qüsurlarımız var, ancaq üzərində işləyirik. Azərbaycanlılardan danışmışkən, Azərbaycandan danışmışkən Nobel mükafatı almaq məsələsinə sizin münasibətiniz necədir? Azərbaycanda bu qədər alim var, elm inkişaf edir, dünya elminə faydalar veririk və niyə Nobel mükafatı ala bilmirik? Birinci, sizin sualınıza gəldikdə, siz bildiyiniz kimi Lev Davidovich Landau, fizika üzrə Nobel mükafatı laureatı bizim Bakı şəhərindəndir. Birinci ona toxunaq. İkincisi isə Nobel mükafatı təbii ki, məqsəd olmamalıdır. Ancaq əgər biz bu modusda çalışsaq, inandırıram sizi, yaxın vaxtlar nədir? Yəni 10 il, 20 il, 30 il Azərbaycan Nobel mükafatı laureatlarını yetişdirəcəyik. Çünki o istiqamətdə təhsil sahəsində də çox şey görülür, beynəlmiləşmə də var və təməl nədir? Nobel mükafatını maddi bazaya görə, maddi marağa görə almaq mümkün deyil. O yalnız insanda daxildən təbii ki, elmə çox böyük loyallıq olmalıdır. Siz söylədiyiniz kimi ilk təməl o var. Çox istedadlı uşaqlarımız var. Dünya bizə açıqdır və internet, süni intellekt də ona gətirib çıxarır ki, artıq fərqi yoxdur. Hər bir yerdə zəkalar özünü göstərməyə qadirdir. Təbii ki, mühit vacib. Mən çox optimistəm bu məsələdə. İnanıram ki, biz Azərbaycanın Nobel laureatını bir daha görəcəyik. Çünki Landau mənim üçün Azərbaycandan olan bir Nobel mükafatı laureatıdır. Həm də fizika sahəsində mənim babam özü fizika professoru olub Politexnik Universitetində. O çox danışardı fiziklər haqqında. O deyərdi ki, Landau Nobel mükafatı laureatı olub, ancaq onun aldığı premiya sayılırdı 7 dənə Nobel mükafatına, yəni o qədər güclü bir töhfəsi olub onun plazma sahəsində, plazma araşdırmaları sahəsində. İndi bundan xaric ölkəmizdə olan siyasi kurs, elmə təhsilə olan diqqət və bizim Azərbaycanlılıq, Azərbaycançılıq, Azərbaycan mədəniyyəti bizi çox gözəl nəticələrə gətirib çıxaracaq. Bizim böyük tariximiz var. Nəsrəddin Tusi, bütün şərq mədəniyyətinin, poeziyasının, necə deyirlər, korifeyləri. Biz özlüyümüzü daha da çox anlayacağıq. Və onda bizim tariximizdə olan o incilər, elə bizim klassik musiqidə olan incilərimiz. Hər sahədə. Bəli, onlar özlərini mütəmadi olaraq göstərəcəklər. Yəni zamanla göstərəcəklər. Zamanla göstərəcəklər. Müstəqilliyimiz əlimizdən getməsin, həmişə müstəqil olaq və bu istiqamətdə təbii ki, bütün sahələrdə biz əgər öz təməlimizdən uzaqlaşmasaq, uğura çatacağıq. Lütfizadə ilə bağlı nə fikirləşirsiniz? Dünya Lütfizadənin qiymətini lazım olan qədər verdimi? Məncə dünya Lütfizadədən çox faydalandı. Bugün biz hər bir sahədə Lütfizadənin nəzəriyyəsinin tətbiqini görürük. Bu
süni intellekt sayəsindədir, avtomatlaşdırılma sayəsindədir. Dünya elmi ona hər şeyi qaytardı. Franklin medalına sahib oldu. Ona olan istinadlar bugün Lütfüzadə yaşamır. Lakin bugün də Lütfüzadə istinadlara görə dünyanın 1% alimləri siyasındadır. Lütfüzadə yaşayır və yaşayacaq. Və mən nəyə görə şadam? Mən şadam ki, bizim Respublika Lütfuzadəni əllərində saxladı. Son mənzili də Bakıda olması onun öz qərarı idi. Nəyə görə? Çünki Lütfüzadə gördü ki, bütün dünyaya mən fayda verdim. Bütün dünya elmi məni tanıdı. Ancaq Azərbaycan qədər ürəyini Lütfuzadəyə açan olmadı. Ona görə əsas mesajlarımdan biri nədir? Nə qədər yuxarılara getsəydi, nə qədər uğur qazansaydı, bizi o vətən kimi qarşılayan, vətən kimi gözləyən ikinci bir məkan olmayacaq. Bizim proqramımızın adı Vətən uzaqda deyil. Belə bir şüar seçilib, həm komitənin fəaliyyəti üçün, həm bizim proqram üçün. Azərbaycanı nə qədər yaxında hiss eləyirsiniz? Hər gün sizin üçün o vətən nə qədər yaxındadır? Avropada olduğum ilk günlərdən, daha doğrusu 2001-ci ilin 3 sentyabrından bu günə qədər Azərbaycanlığımı Azərbaycanda olduğundan daha çox hiss edirəm. Məncə bunu digərləri də təsdiqləyə bilər. Nə üçün? Çünki sən Azərbaycanlılığı özünü təqdim edərkən, Azərbaycan haqqında məlumatlar vermək istəyərkən, sən bunu başqa cür yaşayırsan. Sən iki qat Azərbaycanlı olursan. Sən Azərbaycanı tərənnüm etmək istəyirsən. Ona görə Azərbaycan sən uzaqda olduqda, əgər sən Azərbaycanlı idinsə, Azərbaycandan gedəndə, çünki əgər mən Azərbaycandan gəlsəydim, Azərbaycan bölməsində oxumamışam, Azərbaycan dilini yaxşı bilmirəm, onda bəlkə mən başqa cür danışardım. Ancaq mən oradan tam Azərbaycanlı kimi ayrıldığım üçün Azərbaycan həmişə mənə daha yaxın oldu. Və məncə bu istisna yox, ümumi bir haldır, ümumiləşdirə bilərsiniz bunu. Nə üçün darıxırsınız? Azərbaycan deyəndə nə üçün darıxırsınız? Ən çox yadınıza nə düşür? Bəlkə Bakıda nəsə yadınıza düşür, bəlkə musiqilər yadınıza düşür. Ən çox darıxdığınız nədir? Azərbaycan mədəniyyəti, insanları, onun üçün darıxıram. Təbii ki, sayı hesabı yoxdur. Xəzər dənizi, bizim gözəl mətbəximiz, Bakının gözəlliyi, Səməd Vurğunun şeirində, Azərbaycan şeirində Səməd Vurğun Azərbaycanın Bakı şəhərini öyür. Ancaq elə bil ki, bugün yazıb o şeiri. Bakımız günü-gündən gözəlləşir. Dünyanın ən aparıcı şəhərləri ilə rəqabət apara bilər və o rəqabətdə udar. Bunların hamısı üçün darıxırıq. Amma ən çox təbii ki, yaxın adamlarımız, valideynlərimiz və ümumiyyətlə Azərbaycanda yaşamaq nədir? Azərbaycanlı insanlarla görüşmək, danışmaq. Azərbaycanda olan, biz özümüz də onu burada olanda görürük. Yüksək mədəniyyət, nəzakət, onun üçün darıxırıq. Siz dediniz ki, siz gələndə neçə il əvvəl diaspor fəaliyyətinə başladınız. Bu fəaliyyətə necə başladınız? İnsanları axtarıb tapırdınızmı? Qaldığınız şəhərdə Azərbaycanlılar var idimi? Mən Almaniyaya gəldikdə bizim şəhərdə artıq bir 10-15 Azərbaycanlı vardı. Və maraqlısı o idi ki, onlar çox vətənpərvər idi. Onlar məndən vətənpərvər idi. Onlar məni daha çox bu məsələyə cəlb eləmişdilər. Və mən də... Necə bildiniz ki, bu şəhərdə o adamlar var? Belə, bizim orada dərnəyimiz vardı. Azərbaycan Akademik Birliyi. Çünki o vaxt sosial şəbəkələr belə inkişaf eləməmişdi. Adamları tapmaq çətin idi. Biz bir şəhərdə idik. Ancaq bizim şəhərimiz deməli, Ruhr hövzəsidir. Dünyanın ən böyük metropoliyalarından biridir. Biz o şəhərdə fəaliyyətimizlə bütün digər şəhərlərdə də fəaliyyətimizi göstərə bilirdik. Belə ki, heç bir maliyyə bazası olmadan biz müraciət edirdik televiziya kanallarına, şəhərlərin televiziya kanallarına və Azərbaycanı tərənnüm edirdik. Məsələn, 2002-ci ildə biz Xocalı soyqırımını elə tərənnüm etmişdik ki, 800 adam müxtəlif tarixlərdə həmin tədbirlərə qatılmışdılar və çoxları çox pis vəziyyətdə oradan çıxmışdı. Nə üçün? Onlar şokda idilər. Və burada bizə heç bir... Faktı çatdıra bilmişdiniz. Bəli, çatdıra bilmişdik. Biz media ilə çalışmağı öyrənmişdik, peşəkarlığı öyrənmişdik. Və o vaxt hələ mən intervyu vermişdim 2005-ci ildə və əsas mesaj nə idi? İstək
və peşəkarlıq varsa, kiçik maliyyə ilə biz hər şeyə nail ola bilərik. Niyə heç bir yerdən tərpənmədiniz? Bəzən insanlara olur ki, gəlirlər, daha iri şəhərlərə can atırlar, Amerikaya can atırlar, Avropadan. Niyə siz eyni yerdə, yəni necə oldu ki, eyni yerdə qala bildiniz? Birincisi bizim universitet Avropanın da ən böyük universitetlərindən biridir. Reytinqlərdə yaxşı yer almış bir universitetdir. Ona görə həmin yerdə uğur əldə etdiyimə görə elə orada da qaldım. Çünki digər bir yerə getmək, mən belə deyim, həm Avropada, həm Asiyada bütün aparıcı araşdırma mərkəzləri ilə biz əlaqədəyik. Biz onlarla birlikdə çalışırıq. Ancaq bizim fəaliyyətimizin artıq bu oxumda sosial kapital var. Tanıdığımız alimlər, tanıdığımız institutlar olduğuna görə artıq buradan getmək bizə məsləhətli çıxar. Bəzən insanlar kör-körənə yanaşırlar məsələyə, deyirlər ki, Azərbaycanda elm yoxdur, Azərbaycanda alim yoxdur. Bu mövzulara münasibətiniz necədir? Bu, belə deyim, bununla razılaşmaq təbii ki, mümkün deyil. Çünki bu sözün əsl mənasında yanlışdır. Azərbaycanda çox böyük alimlər var. Elmlər Akademiyasında, universitetlərdə. Azərbaycanda çox böyük müəllimlər var. Və xaricdə fövqəladə təbii heç nə yoxdur. Ona görə əgər kimsə həvəsdən düşübsə, nəsə xoşuna gəlmirsə, bu demək deyil ki, bütün elm mövcud deyil, hər şeyi inkar etmək belə olmaz. Əgər elmdə hardasa problemlər varsa, biz bunu yaxşılaşdırmağa çalışmalıyıq. Elmin puluyla rahat yaşamaq olur. Elm sayəsində təbii ki, şəxsi biznesdə olan böyük gəlirlər yoxdur. Amma elmdə olan stabillik, Azərbaycanda mən orada da məlumatlıyam, həm Avropada normal həyat üçün gəlir mənbəyi mövcuddur elm sayəsində. Bir balaca aktivlik varsa, təbii ki, əgər biz elmi və biznesi birləşdirə biliriksə və bu sahə indi həm Azərbaycanda, həm Avropada aparıcı sahədir. Çünki elm təkcə kağızda olmalı deyil. Elm nəyisə dəyişdirməlidir. Və bunu biz bizneslə birlikdə edirik. Yəni nəticəsi olmalıdır. Əgər biz bunu birlikdə ediriksə, mən gənc alimlərə deyə bilərəm, inanın mənə, siz elm sayəsində əgər tətbiqi sahədəsinizsə, bu iqtisadiyyat da ola bilər, bu injineriya da ola bilər, bu hətta dillərlə bağlı nəsə ola bilər, onda inanın mənə, sizin ruzunuz, bərəkətiniz, gəliriniz yaxşı səviyyədə olacaq. Yəni biliyi sata bilməyin özü başqa bir bacarıqdır. Söhbət ondan gedir ki, bu bilik var və onu sən necə sata bilirsən. Amma onu satmağa da meydan olmalıdır ki, sən onu sata biləsən. Bəli, o meydan... Bu nə ilə bağlıdır? Bu insanın düşdüyü mühitlə bağlıdır, bacarıqla bağlıdır, dünyaya çıxmaq imkanları ilə bağlıdır ki, sən o biliyi sata biləsən. Nə ilə bağlıdır? Bir çox amillər var. Birincisi, məhsulumuz maraqlı bir məhsul olmalıdır. Yəni, ideya varsa maraqlı ideya olmalıdır. İkincisi, bizim ətrafımızda elə insanlar olmalıdır ki, onlar bizimlə birlikdə uğur qazanmaq istəyir. Alimlərə o mühiti göstərməliyik. Çünki əgər birinin gözəl ideyaları var, kommunikasiyada zəifdirsə ona kömək eləmək lazımdır. İnstitutlar qurmaq ki, həmin ideyalar reallaşsın, məşhurlaşsın və bazara çıxsın. Çox təşəkkür edirəm sizə. Çox şad oldum ki, Vətən Uzaqda deyil proqramında sizin kimi qiymətli bir alimlə söhbət etmək fürsətimiz oldu. Çox sağ olun. Vətən daha yaxındır, sən bu elin oğlusan, vətənine yaxındır, vətənine yaxındır.